Hörmətli dəyərli masa iştirakçıları, kasetli bombalar doğrudan da bir kütləvi qırğı silahı hesab oluna bilər. Kasetli bombaların atılması nəticəsində elə ola bilər ki, eyni zamanda minlərlə insan həyatını yitirsin və minlərlə insan şikəst olsun. Və biz onlardan ikisini, Bərdə sakinlərini görürük. Onların həyatları məhv olub. Yəni, sakin yaşadıkları yerdə birdən-birə həyatları tam olaraq dəyişir. Belə bir məqamda kasetli bombalar haqqında olan konvensiya yadımıza düşür və görürük ki, bugün kasetli bombaları da istehsal edən böyük güclərdir. Həm də onlar həmin konvensiyaya heç üzv də olmurlar. Yəni, bugün dünyada bu sahədə də çox ciddi ədalətsizlik baş verir. Beynəlxalq hüquqlar pozulur. Kimlərsə pul qazanmaq istəyir, hansısa böyük ölkələr o silahları istehsal edirlər, onlara qoşulmurlar, dəstək vermirlər və bunun nəticəsində bütün dünyada, o cümlədən Azərbaycanda da minlərlə insan sağlamlığını yitirir, həyatını yitirir. Ona görə də mütləq şəkildə kasetli bombalar və bütövlükdə minalar gərək bütün dünya ölkələri tərəfindən qəbul olunsun və qadağan olunsun. Yəni, insanlar, bəşəriyyət silahlar kəşf edir və bu silahlar nəticəsində minlərlə insanın həyatına son qoymaq istəyirlər. Həyatına son qoymaq bir yana, insanları şikəst edirlər, insanlar bütün sağlamlıqlarını yitirir və onlar elə gündə 10 dəfə ölüb dirilirlər. Böyük ölkələr, Amerika Birləşmiş Ştatları da daxildir, Çində, Rusiyada, Pakistanda, Hindistanda, Cənubi Koreyada və s. üzv olmayıblar və onlar həmin silahları da istehsal edirlər və bütün dünyaya yayırlar. Bunun nəticəsində minlərlə insan həyatını itirir və şikəst olur. Bu baxımdan həm minalar, həm kasetli bombalar gərək bütün dünyada qadağan olunsun. Mən ümid edirəm ki, artıq Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsi var və sülh müqaviləsi bağlanandan sonra da həm Azərbaycan, həm Ermənistan da həm kasetli bombalar, həm də minalar əleyhinə olan bütün konvensiyalar və protokollara da qoşulacaqlar. Allah xalqımızı, millətimizi və bütün dünyanı bu cür fəlakətlərdən qorusun. Sağ olun.